Değerli izleyicilerimiz, önceki videomuzda size valideynlerimizle şəfalanma haqqında məlumat verdim. Burada kiçik bir meditasiya edəcəm. Ana torpaqda torpaqlanırıq. Siz ev şəraitində də bunu eləyə bilərsiniz. Gözlərimizi yumuruq, anamızı gözümüzün qarşısına gətiririk. Anamıza ürəyimizdə nə var deyirik. Və anamızla söhbət etməyə başlayırıq. Bu uzun da çəkə bilər. Yarım saat, 10 dəqiqə, 15 dəqiqə söhbət eləyirik və sonda deyirik: əziz anam, səni incitdiyim üçün məni bağışla, məni övladın olaraq qəbul etdiyin üçün sənə təşəkkür edirəm. Mənə öyrətdiklərin üçün, ustadım olduğun üçün sənə təşəkkür edirəm. Anacan, səni sevgi ilə yola salıram. Şəfa olsun. Daha sonra atamızı gözümüzün qabağına gətiririk. Əziz atam, səni incitdiyim üçün məni bağışla. Harada qəlbiniz qırılıbsa onu deyirsiniz. Valideynlərimiz bizim ustadlarımızdır və bizə bu həyat yolunda